Hər kəsə salam, mən Jack Rast. Deməli, mən yorumlarda gördüm ki, elə Clash Royale taktikləri oyna deyə bir seri başladı. Başladı deyə bir yorum gəlmişdi. Elə ona uyğun dedim, yəni oynayım, paylaşım, görək izlənmə, bəyəni nə qədər gələr. Deməli, başladıq. Mini Pekka'nın əslində gələndən mən Mini Pekka ilə heç oynamamışam, ona görə tam da nə cür iş gördüyünü bilmirəm. Amma Valkyr Mini Pekka ilə bir dənə combo oluşturduq. Burada biraz canları deyəsən azalır. Əlavə olaraq vuruş sürəti deyəsən artır, səhv eləmirəmsə. Da kəs görək onu. Əla, deyəcəkdim də lan çox dəxilsiz bir şey. İkisi də eyni anda kəsdi, ikimizdən də 1 puan çıxdı. Yəni çox retk olur ki, eyni anda misal üçün kartlarımız ölsün. Ondan sonra buradan bu kombonu götürəcəm ki, bunu tamamlamaq istəyirəm, görüm nə qədər güclüdür. Bir də hələ ki bir şey eləyə bilmirik. Bundan əlavə Goblin kombosunu da bəlkə eləyə bilərəm. Hansı ki əlavə bir kart verir. Ondan yəni 2-3 iksirli bir Goblin çıxma ehtimalı var. Amma 4 dənə Goblin kombosu eləyəndə 4 iksirlik Goblin çıxma ehtimalı olur. O da ki çox qəşəng bir bəxt faktorunu artırır. Əla, bunu utduq, keçək digər oyunculara. Amma daha öncə düzəməli bir kombo yığmaq lazım deyim ki, bu kombonun nə qədər güclü olduğunu bilmirəm. Hələ də yəni açıq görə də bilmirəm ki, tamamladıq. Mini Pekka'nı levelini qaldıra bilərik, amma ki hələ ki iksirimiz yoxdur. Yox, gözləyək. Rəqib kimdir? Rəqib. Yox, rəqibi uduzduq. 2 dənə 2 yıldızı var. Ki, Mini Pekka'ya bax. Yəni bizdə hamısı 1 yıldızdır, rəqibdə 2 dənə 2 yıldız var. Yəni udma ehtimalımız çox aşağıdır. Mini Pekka öldü, rəqibin Mini Pekka'sı öldü. Bu arada kəsdik. Heç gözləməzdim. Ki, heç bir kartımız da ölmədi. Kombonun gücü idi deyəsən. Əla. Mini Pekka'nı 2 yıldız eləyək. Başqa prenses götürə bilərəm əslində. Düzdür, bu kartlarla heç bir əlaqəsi yoxdur, amma uzaqdan vurduğu üçün çox belə qəşəng iş görür. Ki, bunu bu dəfə 2 yıldız eləyəcəyik. Başqa rəqibə baxım. Bu KD bilmirəm bu modda necə işə yarayırsa, amma heç belə gözümə yaxşı kart kimi görsənmir. Valkyrə bax, Valkyrın yeri çox qəşəngdir. Yəni ortadan kart atırlar, Valkyrdəki kəsir. Əla. Bu kim idisə ümumiyyətlə yenildi. Ax, biz bu kartın heyf levelini qaldıra bilmirik. Yəni bunu satıb 2 yıldız eləmək də var, amma ki əlimdə gəlmir. Bu kəpənək kombosu nədir? Onu yoxlamaq üçün elə Pekka'nı aldım. Bonus. Hasar bonusu qazanır. Ki, can falan da nəsə, can yenilənmə şeysi də qazanmalıdır. Pekka nəsə bizə düşməli elə bil. Ona bax, o da skilifi dönüşəcək. Skilifi dönüşməyə biraz pis oldu. Yox, yəni 2 yeməli səhv eləmirəmsə, Allah. Aha, Goblin. Yox. Goblin bir işə yaramadı. Pekka'nı çıxardım, Goblin salım. Uzaqdan vuran kart yaxşı olar. Başqa. Goblin makinəsinin 2 səviyyə eləsək daha yaxşı olar əslində də. Əla. Elə belə rəqiblə indi bu dəqiqə savaşacağıq. En azından biraz can yıxa bilərik. Valkyr kəs bunları. Bu
ümumiyyətlə elənən rəqibin Valkyrie 2 level imiş. Sən bundan necə eləmirsən? Yəni mən bir ulduz Valkyrie ilə bayaqdan oyun çıxardım. Burada da ki o birisi rəqib eləndi. Yəni ən azından ikinciyik. Aha. 2 ulduz bu. Mini Pekkanı götürürəm ki açığı heç bir inanım yoxdur ki Mini Pekka nə idi? Mini Pekka verər deyəcəkdim. Nəsə eybi yox. Götürdük bunu. Kəşki bir iksir də olsaydı bunu 2 ulduz eləyərdik. Başlayaq. Deməli rəqibə belə baxanda onda da mənim kombomdan var, amma ki full deyil, 3-sədir. Amma kartların hamısı 2 ulduzdur, o biraz problemdir. Valkyrie kəsaları yox. Mümkün deyil. Prenses bəlkə nəsə eləyə bilər deyəcəkdim də, yox, o qədər də deyil. Yenə də amma bir şansımız var deyəcəm. İksir baxımından çox da yaxşı vəziyyətdə deyil idi ya. Bir şey deyə bilmirəm. Hələ ki silahşır alaq, goblin alaq. Bunu sat. Bunu yüksəlt. Bunu qoy, sat. Ax. Yəni kəşki bir damcı iksirim də olsaydı, bunu 2 ulduz eləsəydim. Neçə saniyə qalıb? 7 saniyə qalıb. Bunu sataq. Bir riskə girək. Pekka. Görək necə olacaq. Yəni 2 ulduzla bəlkə nəsə eləmək olar. Oy. Heç gözləmirdim bu arada. Yəni yaxşı ki onu satmışam. O riskə getməsəydim uduzmuşdum. Deməli, play again. Düzdür, maraqlı moddur, amma dediyim kimi əvvəl sezon gələndə onda dəhşət çox oynanılırdı. İndi isə demək olar düşüb də, yəni əməlli düşüb. Ki tam da bilmirəm. Yəni, ən azından mən öz ətrafımdan qaynaqlanıb deyirəm ki, çox adam oynamır artıq. Buradakı misal üçün xəyalet əslində çox güclüdür. Yəni, görünməz olur, tak kəsir. Yəni, 1v5, 1v4 belə atır. O da ki rəqibdə olanda, bizdə olanda heç elə şeylər eləməyib. Deməli, buradan yenə Mini Pekkanı götürə bilərəm də, amma ki belə çox da əslində xoşum gəlmədi. Yenə də Goblini götürəcəm hələ ki. Bizə bu kombo lazımdır əslində, sırf kartları arxaya tullandırmaq üçün. Eynən, misal üçün bu rəqib üçün həmin kombo vacib lazımdır. Xəyalet, görünməz ol. Əla. Hələ ki yaxşı gedirik. Bu arada rəqibdəki o kule birliyinə əsasən deyirəm ki, onların uduzmağı bir tərəfdən sərf eləmir. Çünki uduzanda onlara əlavə 4 iksir də gedir. Bunu satsam, yox, bunu satsam gerək. Bunu da satım ki, xəyaləti 2 səviyyə eləyə bilim. Amma ki, əlimizdə indi bu dəqiqə bu casusdur da, yəqin ki, kombonun adı bizim dilə tərcümədə. Həmin kombonu eləyim. Kartları misal üçün arxada uzaqdan vuran bir dəstə yığanda onlara çox qəşəng cavab olur. Ki, yığa bilsəm göstərəcəm. Hələ ki, məğlubiyyətsiz gedirik. Deməli, bunun da levelini qaldırım, haydutumu alım. Levelini qaldıraq. Yəni, yəqin ki, qabaqda verər deyərəm. Səni sata bilmirəm, səni heç cür sata bilmərəm. Ya da sataq. Bu varili də qaldıraq. Valkyrie. Valkyrie-dən bir dənə belə bir kombo elədik. Çox kombo gəlib, əvvəl daha az idi. Ki, adam əzbərləmişdi ki, nəyi necə eləmək olar. Yox, bunu uduzduq.
O dediyim kombonu eləməyə məcburuq. Çünki uzaqdan vuran kartlar olanda biraz problem yaşadır. Amma bundan sonra o kombonu bizə verəcək, verməyəcək bilmirəm. Amma deyəsən verir. Əvvəl azı 3 dənə yığmalıydın. İndi deyəsən 2 dənə də yığsan tullandırmaq olur arxaya ki 5 iksirli bir kart var. Hansı ki altın şövalyen deyirəm. Onu qoysam həmin kombo tamamlana bilər yəqin ki. Amma görə 2 kartla nə etmək olacaq ki, bunun kartları bu tərəfdədirmi? Belə qoyaq. Baxam. Necə olur? Əvvəl olmurdu. Altın şövalye özelliğe. Lan özelliği vurma. Aha bizim hayalet iş görür. Görünmez ol, süper. Rəqibin bir canının qalmasaydı daha yaxşı olardı. Nəsə elənən bir rakiplə oynayırıq. 3 ulduz onun kartı var. Sən necə elənmirsən? Deməli. Səni əslində satsam yox. Yenə də bir şey eləyəm. Bu arada buna uduzmasam yaxşı deyə. Çünki bu 3 ulduz əməlli bir kartdır. Nəsə, ümid edirəm uduzmaram. Ki kombolarına bax. Yəni 4'lü bunu eləyib, 2'li bunu eləyib ki, hansı ki düzdür, ancaq kart üçün yaxşıdır. Oyunda bir şey yaratmır. 3 ulduz kartına bax. Ben bundan qorxurdum. Bilirdim uzacam, amma yaxşı ki həyatda qaldıq yenə də. Bunu kim udub mənə maraqlıdır. Rəqiblərə baxım. Ha yox, pis. Aha 2 ulduz bu. Bu okeydir. Başqa. Goblini çıxardım. Goblin bir işə yaramır. Yəni arxaya tullanır, o ayrı məsələ, amma ki yenə də tullansan olar, tullanmasan olar. Bunu da bilərik. Onun üçün bu kartları sağ tərəfə yıxdım ki, arxaya tullansınlar. Hanı bu ikisi? Əla. Lan rəqibə fikir vermədim. Rəqibdə də arxaya tullanan kartları var imiş. Amma olsun. Yəni bizimki qədər deyil. Aha bunu da elədik. Yenə də ən azından ikinci ola bilərik. İvanla qarşılaşdıq, düzdür? Uy, İvanda da 3 ulduz əjdər var. Hansı ki o da güclü bir kombodur mu deyim, necə deyim? Hayalet, haydut var, amma haydutu nəyin yerinə qoymaq olar? Valkürün yerinə qoya bilərəm, amma yox, Valkürün yerinə qoymayım, heyfdir. Bunu götürək. Başqa barbar heç bir işimizə yaramayacaq. Yaraya bilər əslində. Hansısa kartı satıb barbarı 3 eləyə bilərəm də əlim gəlməz indiki kartları satmağa. Ümid edirəm uduzmaram. Yəni rəqib ən azından uduzsun. Aha, onun 3 ulduzu öldü. Burası bizim kartlar şey. Yəni kəşke satıb barbarı 3 ulduz eləsəydim bu arada. Yox, ikinci yerə də müəyyən qədər xal verməlidir. KD ilə başladıq. KD heç sevmirəm nəsə. Görək bu oyunda yəni bizi səhv çıxardacaq, yoxsa elə davam eləyəcəm ki, bu nə kartdır belə falan filan. Damage azaldır. Yəni damage almağı. Bu dev kombosu. Amma elektro devi də dəstəyə qoymaq lazımdır. Lan bu skelet əjdəri kombolu falandır. Neyse, düz eləyirmişəm bu kartı sevməməkdə. Neyse, götürək yenə də. Bu dev kombosunu götürdüm, 40% hasar almağı azaldacaqmış. Və kraliçe götürəcəm bundan sonra. Düz dəstə biraz ağır oldu ki, bunun 3 ulduz, 4 ulduz eləmək də var. Olsun.
Aha, Elektrodev görək nəsə iş görə biləcək. Bayaq nəsə oyun çıxardırdı bizlə qabaq-qabağa gələndə. Dəqiqə başı dalğası artırdı. Bizimkin dalğasına bax, elə bir dənə qalxdı, dedi, bəsimdir. Deməli, buradan biz kraliçəni də götürə bilərik əslində. Götürək kraliçəni. Əlavə bu oxçu kombosu yarandı, hansı ki atakın sürəti artır. Bunu qırağa atmaq daha sərf eləyir əslində. Rəqibə baxım. Rəqib, yəni bayaqki rəqib də deyəsən səhv eləmirəmsə, bizi udmuşdu. Haydi Kadi, haydi. Kadi, sənə güvənmək istəyirəm. Amma nəsə heç güvənə bilmirəm. Hələ ki yaxşı gedirik, amma ki gözüm su içmir niyəsə bu oyundan. Əla bu kombonu da elədik. Nəsə qəşəng kombodur. Hasarı bir də cana bir buff verir. Ax. Yəni belə oxsaq 20% sürəti artırır vuruş sürətini. Görək buradan vəziyyət nə yerdədir. Vuruş sürəti artdı, gözünü çıxartdı. Kraliçə görünməz ol. Uy, adam bir canı ilə döndərdi. DK'di. Orada da uduzdu. Nəsə bunun levelini qaldıraq, ondan sonra əlavə yenə kombo elədik də. Ancaq uzaqdan vuran kartlardır, belə baxıram. O da ki bir işə yaramayacaq. Rəqib Kiki'dir. Bayaq düzdür, Kiki'ni udmuşduq. Ki bu dəfə də udacaq bu ehtimalla. Görək başımıza nə gəlir. Hal-hazırda 3-cü yerdəyik əslində. Əla. Bu rəqib elendi şəxsən. Lan Jovid bayaqçını utdu. Ki mən nə edəcəm? Deməli bizim bu kartı satsam heç nə 2 iksir verir. Səni satsam 1 iksir. Sat sat. Buradan da bunu 2 ulduz eləyək. Bir də prenses də götürə bilərəm, Pekka da götürə bilərəm. Prenses götürəm, Pekkaya çox da güvənmirəm. Bu necə bayaqdan o adamı elədi falan. Ki biz 3 ulduz eləmişik. Yəni onu əsəbləşdi. Aha. 5 canı qaldı ki, hələ də bir xeyli canı var. Başqa təzdən yenə bu kombonu düzəldək. Amma bunu satsaq Elektrodevi 2 səviyyə eləyə bilərik. Sataq bəlkə. Bunu satdıq. Elektrodev 2 səviyyə. KD'ni satardım da. Biraz riskdir əslində. KD mi, prenses mi? Prenses sataq salamatı. Bunu 2 ulduz eləyək. Yenə büyücü qayıtdı bizim dəstəyə. Ki 5 kartdan oynayacağıq. Amma olsun. Sırf bu dev kombosunu pozmamaq üçün əslində KD'ni satmadım. Keşiş əslində qəşəng kartıymış burada, amma yenə də bunu utduq ki, yenə də bir canı qalacaq. Gəlində təzdən bir partiya yenə də oynaq. Deməli, cəlladı götürə bilərəm hələ ki, yenə də kombolardan tamamlansın deyə. Elə bayaqçı oyuna döndük. Rəqibə baxım.
Cəladın 2 ulduz elədi. Ki kartların əsasən 2 ulduzdur. Bir dənə Elektro TV 1 ulduzdur, amma görək qaldıra bilər. 3 dənə də kart var əl stilində, əlində hələ satıb oradan yenə də nələrsə düzəldə bilər. Bizdə isə o iksir yoxdur ki, oraya nəsə qoyaq, götürək. Deməli, adam prens götürdü. Ki bunu da məncə udarıq deyə düşünürəm də. Altın şövalye biraz qorxutdu əslində. Haydi tullan. Əla. Əla. Hafizə utduq. Əla. Ya dediyim kimi bu adam bayaq bu adamı necə udmuşdu mənə maraqlı. O idi yoxsa başqasıydı ki deyəsən kartını dəyişib. Aha. Yəni 3 oyun utduq. Ki birini də oynamaq olar. %33. Bu arada çaşıb dart aldım. Sel eləyib bunu 2 level eləyək. Bir də voucher. Bu əslində bu videoların, yəni bu oyunun, bu modun davamını gəlmək istəyən varsa yorumlarda yazsın ki, yoxdursa onu da yazsın ki, bəs nə bilim sevmədiyi falan filan. Birinci dəfədir bu şeylə şampiyon deyim, nə deyim, kule birliyi ilə qarşılaşıram. Tam da nə işə yaradığını hələ ki bilmirəm. Yəni buradan Dart Goblin almaq olar, amma almamaq da olardı. Yəni ən azından biraz gözləmək olardı. Yox. Kimlə qarşılaşırıq? Bu rəqiblə qarşılaşırıq. Düzdür, əlindəki kartlar hələ ki bir köpüklü bir kartlar deyil, amma Alavı Goblin də qazandırır o. Yəni səhv eləmirəmsə elə bir özəlliyi var. Altın şövalye heç bir kartı öldürməyə. Altın şövalye kartı öldürəndə o özəlliyini atır, ora-bura tullanmaq özəlliyini, o da ki yəni ehtiyac yoxdur. Deməli, prenses götürə bilərik. Yenə prenses hansı ki çox belə qəşəng bir kartdır. Bunda uzaqdan vuran kombosu yox imiş. Deməli, mini pekkası var, bir də bu var ki, hələ ki bunu da uda bilərik. Valkyrie'nin yerini əslində səhv qoymuşam. Olsun. Yəni bəlkə bunu məğlubiyyətsiz utduq elə final oyunundakı tam belə bağlaya bilərik deyəcəm də. Valkyrie əslində 2 ulduz eləmək istəyirəm, çünki Valkyriesiz həyat keçməz. Dart Goblin satıb bunu 2 ulduz eləyək. Bunu da 2 ulduz eləyək. Aha, nəsə aləm dəydi bir-birinə. Goblini almağa hələ ki ehtiyac yoxdur. Deməli, rəqibin uzaqdan vuran kartlar əslində biraz var. O problemdir, amma 2 ulduz, 2 ulduz Valkyrie sağ olsun həll eləyir. Aha, bunu da aldıq. Ki bir canı qaldı. O kolaya baxım, əla, bunu da ala bilərik indi rahat. Ki bunu götürək. Okey, hələ ki bəsdir. Bu ikisindən görək hansı uduzacaq. Ki bunun kartları əslində çox aşağı leveldir, yəni bunu uduzacağını heç düşünmürəm. Ki iki rəqibin ikisində də ulduzlar yaman gündədir. Yəni ona görə hələ ki gözümü qorxudan biri yoxdur. Deməli, heç bunu rahat kəsəcəyik. Bunu rahat kəsəcəyik deyib uzuranmış. Nəsə, görək bunlardan kim udacaq. Aha, əla, o birisi də eləndi. Yenə də ən azından ikinci level, ikinci yerə çıxa bilərik.
Deməli, bura cadı əslində əlavə eləyə bilərəm, amma qalsın deyəcəkdim, nəysə. Əlavə elədiyi görək başımıza nə gəlir. Başqa hələ ki, rəqibə baxanda rəqib dəstəsini düzəldib. 4 dənə 2 ulduzu var. Bizdə isə cəmsi 3 dənə 2 ulduzumuz var. Bunda aha, okey. Yəni elə bildim bu arxaya tullanan kombo var. Hansı ki bizim arxadakı kartlara problem yaşada bilərdi. Hələ ki vəziyyət pis deyil, amma görək tam da başımıza nə gəlir. Onun Valkürünü kəsmək çox əslində yaxşı oldu. Bu arada aldıq, səhv eləmirəmsə. Bəlkə səhv də eləyə bilərəm. Aha, əla. Ölmə, ölmə, ölmə. Axı, Valkürün ölməyi çox pis oldu. Bir canı qalacaq. Valkür ölməsəydi birbaşa tamamlamışdıq. Cadını 2 ulduz eləyirik. Barbarı götürə bilərəm. Heyf. Yenə də barbarın levelini qaldıra bilmirik. Nəsə olsun. Deməli, rəqibə baxanda 2 ulduz, 2 ulduz, 2 ulduz. O bir kartını çıxardıb altın şövalye əlavə elədi. Ki, 2 ulduzların sayı çoxaldı. Yəni, prensesi satardım, amma heyfdir prenses, yəni satmağa dəyməz bir barbar üçün. Düzdür, barbar 3 level olacaq. Hələ ki qalsın, onsuz da canımız 10'dur. Çox da riskə girməyə ehtiyac yoxdur ki, yəni yenə də udacağımızı düşünürəm. Amma gərək prensin yerini dəyişərdim ki, Valkür ikisini də rahat kəssin. Deməli, cadımız yaxşı iş görə bilər deyəcəkdim də altın şövalye. Oy, bizim Valkür hələ də yaşayır. Heç də, elə bil ki, yaşamır, yəni. O sözü demədim. Lan, bunu heç olmasın məğlubiyyətsiz tamamlayardım. Buradan 2 ulduz mu eləsəm? 3 ulduz eləyək. Əlavə iksirdə versin. Pekkanı götürək, uzaqbaşı satarıq. Dart Goblin. Sonra bunu da sataq. Cadını götürək. Bunun yerini dəyişək. Sonra bu dəfə nəsə eləmək olar. 2 ulduz cadı, 2 ulduz, 3 ulduz barbar. Düzdür, əslində bilmədim, yəni orada düz elədim, səhv elədim. Çünki 2 ulduz Skelet Kral yoxsa 3 ulduz barbarı götürməyinə. Valkürü bu dəfə ikisini də kəsə biləcək deyə biraz okeyəm. Yəni, bəlkə bu dəfə də ona görə uda bilərik ki, barbara bax, barbar əməlli iş görür. Hafizə oyunu aldıq. Bayaq əslində dediyim kimi, sırf prensin yerini dəyişsəydim, bəlkə də rahat alacaqdım. Yenə də uduzan deyildi. Əla, bu qədər neçəsə bir 100 kupa falan kastıq, səhv eləmirəmsə. Hədiyyələrimizi də götürək. Bu qədər oldu. Sağ olun, özünüzə yaxşı baxın. Əgər maraqlı moddursa bu, davamını çəkə bilərik. Yorumlarda qeyd edərsiniz. Özünüzə yaxşı baxın. Sağ olun.